Herkese salam əziz izləyicilər. Bugün sizlə 9 mart 2026-cı il 11-ci sinif buraxılış imtahanında iştirak edən riyaziyyat suallarının izahına baxırıq. 61-ci sual. Surəti müxtəsər vurma düsturlarına görə açsam, 828 çıxılsın 72 vurulsun 828 plus 72 bölünsün 378. İxtisarlara aparaq. 828-dən 828-dən çıxanda 756 qalır. 756-nı 378-ə böləndə 2 dəfə düşür. Surətdə 2. 828-in üzərinə 72 gəlsək, edir 900. 900-də 2-yə vuranda eləyir 1800. Cavab olur C variantı. 62-ci sualda A13, A1, A13-ü A1 plus 12D formasında yazarıq. Bərabər 58. A28-i A1 plus 27D formasında yazarıq. Tərəf-tərəfə çıxsaq, A1-lər gedəcək. 27-dən 12 çıxanda 15-dir. Burada da qalır mənfi 30. Hər tərəfi 15-ə bölsəm, sistə fərqi edir mənfi 2. Cavab B. 63-cü sual sadə trigonometriya sualıdır. Hasilin cəmə gəlmə düsturlarından istifadə etsəm, kosinus alfa plus kosinus beta olur 2 kosinus alfa plus beta bölü 2. Yəni 38 üzərinə 18 gəlirəm. 56 2-yə bölsəm 28 vurulsun. Kosinus alfa minus beta bölü 2. Bu da edir kosinus 10. Cavab eləyir D variantı. 64-cü sualda bizdən MN-i istəyir. BN 8, AC 20, MN-ə x deyirəm. N-dən C-yə qədər də olur məsafə 17. Bura bir alfa desəm, bura betadır. Uyğun bucaq olduğuna görə burada beta olur. Alfa qarşısındakı x-in böyük bucaqda alfanın qarşısındakı 20-yə nisbəti, kiçik üç bucaqdakı betanın qarşısındakı tərəfin böyük üç bucaqdakı betanın qarşısındakı tərəfə nisbəti. O da eləyir 25. İxtisar aparsam, burada qalır 4, burada qalır 5. 5x bərabər 32, x də bərabərdir 6,4. A variantı. 65-ci sualda prizmanın həcmi 120-dir. Prizmanın oturacağının sahəsini istəyir. Prizmanın həcmi bərabərdir. S oturacaq vurulsun H. Bərabər olur 120-yə. Oturacağının sahəsi vurulsun 8 bərabər olmalıdır 120-yə. Onda S oturacaq bərabər olmalıdır. 4-ə bölsəm 2, 4-ə bölsəm 30. Bərabər olacaq 15 cm kvadratına. A variantı. 66-cı sualda eni 40, uzunluğu K-dır, perimetrini istəyir. Düzbucaqlının perimetri nə idi? 2 vurulsun A plus B. 40 üzərinə gəlinsin K. Bu şəkildə saxlayırıq. 2 vurulsun 40 plus K. O da C variantıdır. 67-də bərabərsizliyin natural ədədlərinin sayını tapın. Bərabərsizliyi ödəyir 18, 19, 20, 21, 22. Vəsə. Bərabərsizliyini ödəyən ədədlər 5 dənədir. 68-ci sualda deyir 24 şagirddən ikisini seçməliyəm. Kombinezon 24-dən 2. Bu da 24 faktorial bölünsün. 24-dən 2-ni çıxaram 22 faktorial, vurulsun 2 faktorial. 24 faktorialı 22 faktorial vur 23, vur 24 kimi yazaram. Bölü 22 faktorial, vur 2 faktorial da 2-dir. Bunlar gedir. 24-ü 2 yerə bölərəm, eləyəcək 12. 23-ü də vuraram 12-yə, eləyəcək 276. Cavab eləyir C variantı. 69-cu sual. Deyir ki, 40% bu ifadəsinin qiymətinə bərabər olan ədədi tap. Birinci bu ifadənin qiymətini hesablayaq. 4,5-i 9 bölü 2 kimi yazıram. Vurulsun. Düzgün olmayan kəsrə çevirirəm. 3-də 5. Üzərinə gəl. 2,5-i də 5 bölü 2 formasında yazıram. 9-u 3-ə böləndə qalır 3. Qalır burada 3 vur 5, 15 bölü 2. Üstə gəl. 5 bölək 2. Bu da eləyir 20 bölək 2, 10. Deməli, mən 40%-i 10 olan ədəd tapmalıyam. 10-u vururam 100-ə, bölürəm 40-a. 100-ü də 4-ə böləndə eləyir 25.
Şəkildə verilənlərə görə alfa bucağını tapın. Bura 40-dır. 40-ın qarşısındakı bucaq 40-ın 2 misli olacaq. Çünki 40 daxilə çəkilmiş bucaqdır. Olacaq 80. Alfa da daxilə çəkilmiş bucaq olduğuna görə söykəndiyi qövsün yarısı olur. Onda alfa da olacaq 40. Və yaxud da belə bir qayda deyə bilərik ki, eyni qövsə söykənən bucaqlar bərabərdir. Onda 40 ilə alfa eyni qövsdədir. Onda alfa da bərabər olmalıdır 40-a. B variantı. 71-ci sual çox sadə testdir. Sinus 60 kök altında 3 böl 2-dir. Kosinus 30 da kök altında 3 bölünsün 2-dir. Fərqi eləyir 0. Y variantı. 72-ci sualdan 2 üzərinə kökdəkin kökdəkiyə vuranda eləyir 2. 2-nin kvadratı da 4. B variantı. 73 bərabərsizliyi ödəyən ən kiçik tam ədəd. Bərabərsizliyin hər iki tərəfi mənfi 2-yə böldüyümə görə bərabərsizliyin işarəsi dəyişir. Olur mənfi 4. Cavab deyir mənfi 4. D variantı. Konusun doğranı 10 kökdə 3-ə bərabərdir. Bir dənə konus çəkək. Doğranı 10 kökdə 3-dür. Oturacaq müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Onda bura 30 dərəcədir. Burada qalır 60 dərəcə. Konusun oturacağının radiusunu istəyir. Hipotenuz 10 kökdə 3-dür. 30 dərəcənin qarşısındakı katetdə hipotenusun yarısı. Onda bura olur 5 kök altında 3. 60 dərəcənin qarşısında dayanan katetdə 30 dərəcənin kökdə 3 mislidir. Onda burada olacaq 5 kökdə 3 vur kökdə 3. Bu da eləyir 15. Deməli, oturacağının radiusu edir 15. 75-ci sual. Deməli, 2 üstü x plus 3-ü yazaram. 2 üstü x vurulsun 2-nin kubu 8. Çıxılsın 6 vurulsun 2 üstü x. 3 üstü x plus 1'i 3 üstü x vurulsun 3. Çıxılsın 3 üstü x. 2 üstü x-ları ataram mötərizənin xaricinə. 8 çıxaltı. 3 üstü x-ları mötərizənin xaricinə atacam. Qalacaq 3 minus 1. 8-dən 6-nı çıxanda 2. 3-dən 1 çıxanda 2. Bunlar ixtisar gedir. Qalır 2 üstü x böyükdür 3 üstü x-dan. Bunun da hər tərəfini həll etmək üçün 2 üstü x-a və yaxud 3 üstü x-a bölsəm, qalacaq burada 3 üstü x, bunu da 3 üstü x-a bölsəm, 2 bölünsün 3 üzərindən x, kiçik olacaq 1-dən. Bu da 3 üzərindən 0 deməkdir. 3-də 2 üzərindən 0 formasına yaza bilərəm. Əsaslarım 0 ilə 1-in arasındadır. 0 ilə 1-in arasında olduğuna görə bərabərsizliyin işarəsi dəyişəcək. Onda x-in 0-dan böyük ən kiçik tam qiyməti 1-dir. 76. AB iç rəqəmli ədədləri üçün kök altında AB natural ədəd olarsa, yəni AB elə ədəddir ki, ondan kök altında tam çıxır. Bu da 16 ola bilər, 25 ola bilər, 36 ola bilər, 49 ola bilər, 64 ola bilər, bir də 81 ola bilər. Bu ədədlər arasında təsadüfi seçilmiş bir ədədin tək ədəd olma hadisəsinin ehtimalını tap. Nə qədər ədəd var? Mümkün halların sayı 6-dır. Neçəsi təkdir? 1, 2, 3. 6-da 3. Bu da ehtimal eləyir 2-də 1. Yəni 0,5. Kodlaşdırma tələb olunan suallarda. 77-ci sual sadə loqaritma sualıdır. Loqaritm 81-i yaza bilərəm 9-un kvadratı. Bölünsün. Loqaritm 9 üzərindən 9 əsasdan. Burada 8-i də mən 2-nin kubu formasında yaza bilərəm. Bunu pozub yerinə 2-nin kubu yazıram. 32-ni də 2 üzərindən 5 yazıram. Bərabərdir. Loqaritmanın əsasındakı kvadrat qabağa 2-də 1 formasında gəlir. Daha sonra 3 gələcək qabağa 3. Qalacaq loqaritm 9 əsasdan 2. Sonra burada da 5 qabağa gələcək. Olacaq loqaritm 9 əsasdan 2. Loqaritm 9 əsasdan 2-lər ixtisar gedəcək. Edəcək. Deməli, burada 10, burada da 3. 3 də 10-a böləndə 0,3. 78-ci sualda x-in yerinə qiymətini qoyub hesablayacaqsınız. Mənfi 0,4-ün kvadratı eləyir 0,16. 10-a vuranda 1,6. Çıxılsın. Modulda 0,4 eləyir
Müsbət 0,4 vurursam 5-ə edir 2, üzərinə gəlsin 3. Bu da qalacaq 0,6. Daha doğrusu 0,6 yox, 2,6. 79-cu sual. Aralarındakı məsafə 34 kilometr olan A və B məntəqələrindən velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başlayır. Velosipedçinin sürəti piyadanın sürətindən 8 km/saat çoxdur. Velosipedçi bərabərdir V piyada üzərinə gəlinsin 8. Velosipedçinin sürətidir. Aralarındakı məsafə 24 kilometr olan C məntəqəsinə piyadadan 0,5 saat tez çatarsa, piyadanın sürətini tapın.